A'udhu billahi mineşşeytanirracim. Allah Teala ayta Kur'an ayetlerinde ve aqimus salate ve atuz zekah. Namazı bastırığız, namazını turğuzığız, hem zekatını birigiz deyip Allah Teala buyura. İslam dininin nigizlerinden, tireklerinden ikinci bağana bulup tura ol zekatlar biru. Allah Teala birgen nimetlerden, mallardan, baylıklardan bir ülüşlerin fakirlerge, miskinlerge Allah Teala Kur'an'da aytgan bilgilegen yollarga tutu ol farız mecburi bulup tura. Kim Allah Teala'ga ışansa ol namazların uqi hem zekatların bire. Çünkü Allah Teala bu amellerini Kur'an'da açıktan açık buyurdu. Allah Teala ayta Tevbe suresi 103. ayette خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللّٰهُ سَمِيعٌ عَلِيمٌ. Allah Teala bu ayette ayta Peygamber sallallahu aleyhi ve sellem'e müracaat edip onların mallarından, yani Müslümanların mallarından sadakalar, yani bu indi mecburi bulgan zekat sadakaları turunda söz bara. Şol sadakalar bilen sadakalar alıp onlarını paklarsın hem de onlarını şistartırsın. Yani şuşu zekatları, sadakaları arkasında onlar paklanırlar. Onların malları paklanır hem көңілләре, yürekleri şistarırdı. Tutahhiruhum, yani pak bulur, şista bulur malları, hem tüzekkihim, ruhları, canları şistarır, paklanırdı. Hem onlarga dua kıl, şuşu sadakaları, zekatları için. Senin duan, yani Peygamberinin duası onlarga rahmet bulur. Sekenullahum, onlarga can tanışlığı verir, hem rahmet bulur. Allah Teala işitüşü senin dualarını, hem de Allah Teala bilüşü şuşu dualarını kabul etüşü, kimge nerse gerek ikenin, kimnin көңілінде nerse bulganın bilüşü deyip Allah Teala buyurdu Peygamberimiz sallallahu aleyhi ve sellem'e Müslümanların mallarından zekatlarını alırga, hem onun anlata şuşu ayette şuşu zekatlarını alu onların mallarından, onların mallarında paklı, yani kirgen türlü şikli eyberlerden çistarta malların, hem de onların көңілlerinde paklıydı. Allah Teala ayta, hem onlarga şuşu sadakaları için, zekatları için onlarga dua da kıl deyip Allah Teala buyura. Şuna göre sadakalarga dua kılu, sadaka verişlerinin üzerine, mallarına, ailelerine sorau Allah Teala'dan nimetlerin, rahmetlerin, hem bereketlerin. Bu Allah Teala buyurgan iş, hem Peygamberimiz sallallahu aleyhi ve sellem'e koşulgan, hem biz bu işte ona yerebiz. Allah Teala ayta şulay yok. أَلَمْ يَعْلَمُوا أَنَّ اللّٰهَ يَقْبَلُ التَّوْبَةَ مِنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ. Allah Teala ayta, elle bilmiler mi? Allah Teala onların tevbelerin, Allah Teala bendelerinin tevbelerin kabul etüşü ikenin, hem sadakalarını aluşu ikenin, hem Allah Teala ol tevbelerini kabul etüşü, hem rahimli, şefkatlidir. Hem Allah Teala bu ayette indi. Elle onlar bilmiler mi? Allah Teala'nın bendelerinin tevbelerini kabul etüşü. Yani günahlar işlep, günahlarından ukinip, tevbe kılışlarının tevbesini kabul etüşü, hem şunun ardından Allah Teala iske ala ve ya'khudu sadakat. Çünkü başka ayetlerde de aytile, hem sadakalarını aladı. Çünkü eğer kişi tevbe kılıp, yamanlık kılgandan soň indi ukinip Allah Teala'ga
Allah Teala rizalығы үшін izgilikler işləsə, həm şulardan indi bu ayətdəkilə sadaqaların birsədir, Allah Teala tövbələrini qabul etüşü, həm sadaqalarını alışıdır. Yani günah işləgəndən sonra tövbə qılğaç, sadaqalar biru, Allah Teala rizalığı üçün Allah Teala yoluna mallarını sarf etu, fəqirlərə, miskinlərə yardım etu, ol tövbələrinin qabul bulğuna tüp səbəblərinin birisi. Həm Allah Teala tövbələrini qabul etüşü həm rəhimli deyib, sadaqalardan sonra eytə. Yani kimlər tövbə qılsa Allah Teala tövbələrini qabul etə, həm tövbə qılışılar birgən sadaqalarını, zəkətlərini qabul etə, yani ona əcir savabların əzirli, həm Allah Teala tövbələrini qabul etüşü, həm rəhimli, şəfqətlidir. Bu ayətdən anlaşıla, günahlar işləgəndən sonra tövbə qılırğa kirək, Allah Teala qabul etə, həm tağı da yaxşaraq tövbə qılıb, sadaqalar biru Allah Teala yoluna, fəqirlərə, miskinlərə, yani onlar varsa da Allah Teala'nın yolu bulub tura, Allah Teala'nın dinine, dini üçün, Allah Teala'nın dini üstün bulsun üçün, Allah Teala'nın dinine, şul yolğa, həmində şul şiratda fəqirlərə, miskinlərə yardım etu, izgiliklər qılu, onlar varsa da Allah yolunda bulub tura. Allah Teala eytə, özünün baxşalarını deyil, xırmə baxşaların yüzümlərini, ilgin çəşülüklərini Allah Teala üstürüşü deyib eytə. An'am surəsi 141-ci ayətdə. Huvəl-ləzi ənşəə cənnətin məğruşətin və qayri məğruşətin deyil. Ol Allah Teala üstürüşü baxşalarını deyil. Yani yüzüm baxşaları turunda söz vara. İndi qılğalar qoyub, bağlarga elib qoyulğan yüzüm ağaçları turunda söz var. Şulay asılınıp duruşu, elenip duruşu, baxşalarını da Allah Teala üstürüşü, hem gayru məğruşətin, hem jirge jeyilip üsətirgan, eləsi bulmağan eybirlərini de Allah Teala üstürüşüdür. Şuna görə də siz üstürgən eybirlər, ol səbəb qılığına üstürüşü, şuşu ayətdən anlaşılğan şey, Allah Teala de inşa qılışı, barlıqqa kitirüşü, şuşu baxşalarını de bağlarga, qılğalarga elingen jimiş, yüzüm jimişlərinin butaqların üstürüşüdür, hem jirge jeyilip üsətirganların da üstürüşüdür. Hem indi şul ayətinin axırında eytə və ətu haqqahu yevmə xasadihi, hem indi Allah Teala üstürgən ol jimişlərini aşağızdır. Şəşülüklərdən, həm jimişlərdən ülgürgəndən sonra onlarını aşağız, həm onlarının haqların jiğan günündə birigizdir. Yani ol jimişlərini pişkən sayın aşağı rüxsət etilə, Allah Teala üstürgən jimişlər sanala, siz üstürgən eybirlər, jimişlər tügül. Şuna görə də Müslüman kişi zəkat verişi bilirgə tiyir. Senin qulunda bulğan mal bolsun, üskən jilək jimişlər bolsun, özün üstürgən bolsun, qırda üskən bolsun, Allah Teala onlarını inşa qılışıdır, barlıqqa kitirişidir. Şuna görə də onlarını ülgürgən sayın aşağızdır. Həm indi oңышını jiğan günündə jiyatırgan vaqtda indi oңышlarını onun haqqın çıgarığız deyib, Allah Teala qışırlarını birigə üskən jimişlərdən, oңышlardan qışırın birigə buyura, həm farız qılaşışı ayət bilən. Həm indi Müslüman kişi zəkətin birgəndə, sadaqasın birgəndə, qışırın birgəndə, bu Allah Teala'nın birgən niğməti, bu Allah Teala'nın ki, həm şul Allah Teala birgən niğmətlərinin oңышların bir ölüşün taratırğa quşqan, şunu taratam deyib, özünün malın taratmay, Allah Teala birgən, Allah Teala'nın malın taratam deyib, birgən işraqdağına olşun, əcir savabına irişə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də eytdi, əgər ona sadaqa kitirsələr bir qavimdir, yani indi bu bir qavim deyib kelgəş, şuşu zəkat qışırlar turunda söz var, jiyib kitirətirgan mallar turunda onlarga dua qıla idi. Həm indi Abdullah ibn Əbu Əvfə şeyli, benim
Atam da Peygamber sallallahu aleyhi ve sellem'e sadakasını getirdi de. Yani guşurun yaki zekatın. Hem Peygamberimiz sallallahu aleyhi ve sellem dua kıldı de. Kıldı ona de. Allahümme salli ala ali Ebi Evfa deyip. Ey Allah salavat kıl yani indi rahmetini bir. Ebu Evfa'nın gailesine deyip. Yani özü şüngüne tügül. Şuna göre de sadaka birüşü, zekat, guşur birüşülerge indi imam tarafından Peygamberimiz sallallahu aleyhi ve sellem bitinde imam bularak jigan ona getirip tapşırganlar hem ul onu Allah yoluna tutkan yaki taratkan fakirlerge, miskinlerge. Şuna göre de indi fakir kişiye birsen de eğer ol dua kılsa yaxşı indi, eğer indi zekat jiyuşularga, imamlarga kilse, meşitlerge jiyilsa, getirgen kişiler için dua kılu, üzeri işine tügül, onların aileleri için de dua kılu, Peygamber sallallahu aleyhi ve sellem'in sünneti bulup dura. Üzeri işine tügül, aileleri için şuna göre Peygamber sallallahu aleyhi ve sellem eytken, ey Allah salavat kıl, yani rahmetini bir, Ebu Evfa'nın eline, indi şu ailesi deyip attılar, ailesine rahmetini bir deyip dua kılgan. Şuna göre de bu eybirde şeriatımızda var. Sadakalar için dua kılu kişilerin üzeri işine tügül, ailesi için de hem şulay indi atap üzerine Ebu Evfa'nın ailesine deyip Ebu Evfa kuşamatı bulgan ismin eytip dua kılıda ol sünnette var. Peygamberimiz sallallahu aleyhi ve sellem şulay eytip dua kılgan hem bu işte de biz indi ona yererge tiyiş. İmam Tirmizi getire Ebu Hureyre radıyallahu anh'dan Resulullah sallallahu aleyhi ve sellem eytti di İnna Allah yakbalu sadakata ve yakhuduha bi yeminihi fe yurabbiha li ahadikum kema yurabbi ahadukum muhrahu hatta enne temrata la takunu misle Uhudin. Hem eğer indeşen Allah Teala kuşkan revişte birilse şu zekatlar, mallar Allah Teala yoluna tutulsa Peygamberimiz sallallahu aleyhi ve sellem eytken Allah Teala kabul ite sadakanı dey. O sadakanı fakir miskin kabul etmey. Peygamber sallallahu aleyhi ve sellem eyte Allah Teala özü kabul ite o sadakanı dey. Yani bu indi onun derecesinin ehemmiyetini kürsete. Sen fakirge yaki miskinge birsen ol fakir miskin oladı buylarga gerek mi? Allah Teala özü oladı. Özü Allah sadakanı hem onu onu bilen ola degen. Çünkü indi izgelikler bulganda Allah Teala kulu bilen dip kile indi yamanlıklar yaki naşar yak sanala indi sol yaktan şuna göre de onu bilen oladı hem onu urşete sizge nişek siz üzegizinin kulunu urşetken üstürgen terbiyelegen kebik terbiyeliydi. Yani şüllikte indi ot asrav in ağır işlerden şuna göre de kulun üstün için, ölmesin için onu bir katı terbiyelerge gerek. Hem indi hadislerdekiler Peygamber sallallahu aleyhi ve sellem zamanında indi otlarını indi oşatır için hürme tüşün hatın kızlar indi tübüde tüyüp şunu untap, onga eğlendirip, yormağa eğlendirip şunu oşatatırgan bulganlar. Yani ot asırav bik ağır bulgan. Onu oşatır için de bizde kebek bitindi budaylar neler yok anda hürmet için indi savutqa salıp tüyüp şunu oşatatırgan bulganlar. Indi kulunun urşetin için tağı da ağırak ondağı isi de üstürü için. Şuna göre nişekti terbiyeliydi sizin birigiz kulunun özündi şüllikte onu üstürür için Allah Teala şulay yok sizin birgen sadakatınızını terbiyeli urşetedi. Hatta birilgen bir hürmedi Uhud da o kadar zorlukka erişirdi. Uhud da o katli nimet, mal, sadaka itip birgen kebik itip yazılırdı. Şuna göre Peygamber sallallahu aleyhi ve sellem eytken indi hatta fakir kişi de sadaka birse ittakullah velev bi şiqqi temratin degen yartı hürme yani açlık zamanında indi. Yartı hürme birip bulsa da Allah Teala'dan ning gazabından saklanığız degen. Çünkü ul birilgen eyver kıyamet gününde Allah Teala karşında ul yartı hürme bulmayacak. Yartı Uhud tağı kadar zorlukta bulacak. Hem Allah Teala ite yamhaqullahu riba ve yurbi sadakat. Allah Teala yukka şagara ribalarını yani kişi malın haksızga
Кешенең малын алганны Аллаһ Тәала юкка чыгара. Ул бер нинди файда да бирми зыяннан башка. Һәм ва юрби садақат ди. Һәм садақаларны, Аллаһ юлына бирелгән малларны, ниғмәтләрне Аллаһ Тәала үрчетә ди. Һәм инде аятлардан билгеле. Ул Аллаһ юлына бирелгән садақаның мисалы дигән, ул бер орлык кебек, ул орлыктан 7 башак чыгар, һәр бер башакта 100-шәр орлык булыр, һәм Аллаһ Тәала теләгән бәндәсенә тагы да арттырыр дигән. Ягъни шуны аңлаган, ышанган, белгән кеше әлбәттә бу садақаларны, зәкатләрен, гошерләрен Аллаһ Тәала ризалыгы өчен итеп бирә. Гошер мәсьәләсендә килгәндә инде кайберәүләр әйтәләр, аны бирдәй кеше юк хәзер диләр. Фәкыйрь, мөхтаҗ кеше юк диләр. Ләкин инде карасак, соңгы вакытта бигрәк тә инде урамнан йөргәндә генә иртәнге вакыт булса, инде олы гына әбиләр, ул теге сукбайлар да түгел, бомжлар да түгел, ниләрен, арбаларын инде теге 2 тәгәрмәче нитеп, шуп савытларын актарып йөриләр. Кайсы инде ана шул әлүмин савытлар җыя, ягъни үзләренчә инде ул көн күрергә тырыша, садака сорап тормый, нәрсәдер эшләп, һаман үзенең көнен үзе күрергә тырыша. Шуңа күрә әлбәттә инде ул бай булганнан йөрми анда. Олы әбиләр соңгы вакытта менә күргән бар. Шуңа күрә дә эзләргә кирәк. Садака гошерләрне бирергә кирәк. Әгәр инде ул мәчет мәдрәсәләрдә алалар икән, тараталар икән, ансы яхшы, ләкин бит инде имамнар, ниләр бөтен фәкыйрьләрне дә белеп таратып бетерә дә алмаска мөмкин. Андый вакытта кеше үзе карарга тиеш. Синең кулдагы ул Аллаһ Тәаләнең малы һәм аның өлешен син чыгарырга тиеш. Аллаһ Тәаләнең ризалыгына ирешер өчен, әҗер савапларына ирешер өчен тырышырга кирәк. Тырышмыйча гына үзләре кеше юк бит дип әйтү ул дөрес түгел. Бар, фәкыйрь кешеләр, мөхтаҗ кешеләр бар һәм алар күп. Аларны карарга, эзләргә кирәк, тырышырга кирәк. Әгәр Аллаһ Тәаләнең ризалыгына ирешәм дисәң, Аллаһ Тәалә кушканнарны үтим дисәң, чөнки аның шушы эшләрнең тырышу таләп ителә, чөнки аның нәтиҗәсе, ягъни Аллаһ Тәалә Бакара сүрәсе 262 аятта әйтә: الذين ينفقون أموالهم في سبيل الله ثم لا يتبعون ما أنفقوا منا ولا أذى لهم أجرهم عند ربهم ولا خوف عليهم ولا هم يحزنون. Bu ayette Allah Teala aytә: kimler malların infak kılalar, Allah Teala yoluna birələr, şundan soň alar minnet яки иза кылмыйлар, ягъни биргәннәрен сөйләп йөрмиләр, ул фәкыйрь, мискинне сүкмиләр, әрләмиләр, ничә тапкыр килсә дә, ягъни хисләренә төшермиләр кылган изгелекләрен. Аларның әҗер саваплары Раббылары каршында ди. Булыр гына дими, гында Раббихим ди. Раббылары каршында әҗер саваплары аларның шушы эшләре өчен инде куелган, билгеләнгән. Һәм аларга курку булмас кыямәт көнендә. Ягъни киләчәкләре өчен җәһәннәмнән курыкмаслар, курку булмас. Аллаһ Тәалә аларның күңелләренә тынычлык бирер, ягъни җәннәт вәгъдә итә. Һәм алар үкенмәсләр, ягъни үткән эшләр өчендә аларда үкенү булмас. Ягъни Аллаһ Тәалә аларның күңелләренә тынычлык салыр, үткәннәре өчен үкенмәсләр һәм киләчәкләре өчен курыкмаслар дип Аллаһ Тәалә әйтә. Шуңа күрә дә шундый дәрәҗәгә ирешер өчен зәкатыңны, садакатыңны әзрәк тырышып, фәкыйрь, мискин кешене эзләп табып, аңа бирү, әлбәттә бу тырышлык таләп итсә дә авыр эш түгел, чөнки аның җәзасы, нәтиҗәсе Аллаһ Тәаләнең рәхмәтенә, җәннәтенә ирешү. Шуны белергә кирәк һәм аңларга кирәк. Аллаһ Тәаләгә ышанган кеше шулай итеп уйлый, шулай итеп Коръәндә әйтелгәнчә зәкатларын, садакаларын бирә. Һич бер нинди миннәт кылмыйчы, кешене иза кылмыйчы. Һәм инде зәкатларын, гошерләрен бирмәүчеләр, зәкат гошерга килгәндә инде ул әлбәттә фарыз һәм ваҗиб булган садакалар,
зәкәтләр, гышырлар алар мусульман булган кешеләргә, мусульман булган фәкыйрьләргә таратылырга тиеш. Әмма инде аннан башка бит әле нәфил, мустахаб садакалар да бар. Һәм Коръәндә гомуми садакалар турында да килә. Аларны инде мусульман түгел кешеләргә дә бирергә ярый. Шуңа күрә дә андый садакаларның савабы тагы да күбрәк, чөнки фарыз, ваҗиб булган садакаларны кеше теләсә дә, теләмәсә дә бирергә тиеш, мәҗбүри. Аны эшләмәсә гөнаһ була. Инде тиеш булмыйча да үзенең Пәйгамбәр саллаллаһу алейһи ва сәлләм хәдисендә әйтелгәнчә ярты хөрмә биреп булса да дигән, ул бит инде бай кеше түгел. Ярты хөрмә биреп булса да Аллаһ Тәгаләнең газабыннан саклан дигәч инде, ягъни андый гади садакаларны да бирергә кирәк. Ул һичбер, ягъни мусульман кеше, иманлы кеше аңлый инде. Ул берничек тә малны киметми, дөньяда, вакытта да Аллаһ Тәгалә бәрәкәтен бирә, арттыра, ахирәттә әзерләнгән әҗр саваплар инде менә шу аятларда әйтелгәнчә һичбер нинди аларга курку булмас һәм алар үткәннәре өчен үкемәсләр ди, ягъни җәннәткә керерләр дип Аллаһ Тәгалә Коръәндә әйтә һәм бу хак сүз. Кемнәр инде байлыкларын җыялар, Аллаһ Тәгалә аларны кисәтә һәм әйтә инде: والذين يكنزون الذهب والفضة ولا ينفقونها في سبيل الله فبشرهم بعذاب أليم يوم يحمى عليها في نار جهنم فتكوى بها جباههم وجنوبهم وظهورهم هذا ما كنزتم لأنفسكم فذوقوا ما كنتم تكنزون. Allah Teala bu ayetlerde aytə Tövbə surəsində kimlər altın kümüşlərini, yəni baylıqlarını indi ol elek altın kümüş akşa yürgən, həm şunu jığanlar. Kimlər altın kümüşlərini xəzinə itib jiyalar. Xəzinə nərsə digəndə İbn Ömər radiyallahu anh aytdı, ondan soradılar: "Yaknizuna xəzinə itib jiyu nərsə ol digəş, zəkəti verilməgən mal ul xəzinə dedi." Yəni onu sındıqqa jiyuğuna tügül, zəkəti verilməyikən ul kənzun xəzinə deyib İbn Ömər radiyallahu anh anlattı. Yəni kimlərinin malları var, jiyalar malların, əmmə zəkətlərin birmilər. Şuşu kişilər turunda, şunday kişilər turunda onların cəzası nindi? Həm onlar infaq qılmırlar, Allah yoluna tutmırlar malların, sin onlarını şatlandır, avurtturuşu gazap biləndi. Yəni onlarga eytirgə tiyişli Allah Teala buyurdu: kimlər şulay işlilər, zəkətlərin birmilər, sizni Allah Teala avurtturuşu gazap bilən şatlandırğa qoşdu. Yəni sizgə, andy kişilərgə avurtturuşu gazap bulaşaq. Kıyamet günündə, şul gündədir, qızdırılır cəhənnəm utunda ul altın kümüşləri, yəni baylıqları, həm onlarının basılır manğaylarına, yonlarına, həm arqalarına. Yəni ut inqatı yandıratırğan urunlar, manğayğa tisə ut, yonlarga tisə, yəni yon yaqlarga, həm arqağa. Şul urunlarına bastırılır. Həm eytilir, mənə bu indi sizin jığan mallarınız, özünüz üçün əzirləgən mallarınız, həm indi tatığız şuşu mallarınızını deyib eytilirdi. Həm indi hadisdəkilə şuşu altın kümüşlər, baylıqlar bastırılı turunda la yudağı dinar və alə dinari və alə dirhəm və alə dirhəmi və lakin yusağı cilduhu fəyukvə bihə. Onda da baylıkları altın üstüne altın, gümüş üstüne gümüş bastırılmazdı. Birem her birisi kişinin tenidir, tirisi zoraytılır. Hem her bir dinar ayrım urunlarga bastırılır diyen Allah Teala saklasın andı işlerden. Şuna göre de baylık sorasan da var andı kişiler baylık soruyorlar. Lakin ol baylık sana ziyanına getirge mümkün eğer sadakası, zəkəti verilməsə. Allah Teala barşalarımızı da imanlı bəndələrdən qılsaydı, qılğan barlıq izgə əməl xibətlərimizni Allah Teala'nın rizalığı üçün qılırğa nasib qılsın. Həm də indi hər vaqt biz bilirgə deyiş, bizdən qolda bulğan mallar bulsun, üskən, oңuşlar, cimişlər bilsin. Allah Teala onlarını verüşü, Allah Teala üstürüşü, onlar bizniki tügül, Allah Teala'nınki bizgə onlarını əmənət etib bergən, həm biz onun haqın Allah Teala qoşqan rəvişdə, Allah Teala qoşqan yollarga tutarga deyiş, şu vaqtda inşallah qiyamət günündə
курку булмас, һәм дә инде үкенү булмас. Аллаһ Тәала шундый бәндәләрдән булуыбызны барчаларыбызга да насыйп итсен. Үзебез генә түгел, инде балаларыбызга, якыннарыбызга, туганнарыбызга да шушы әйберләрне аңлатырга кирәк. Чөнки кемдер белмичә эшли, кемдер белеп эшли. Шуңа күрә дә аларны белмичә дә гынаһ эшләүдән саклар өчен. Гыйбадаллаһи усикум ва нафси битақваллаһ. Инналлаһа ма'аллазина тақау валлазина хум мухсинун. Баракаллаһу ли ва лакум фил Qur'анил азим ва нафa'ана ва iyyakum bil ayati ва зикрил хаким. Иннаху хуwas-сами'ул алим ал-ғафурur рахим ал-мужибуд ду'a ва тубу илаллаһи аyyuhal mu'minuna la'allakum tuflihun.